Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 50 yaşı tamam olur. Azərbaycanın ucqar rayonlarından gəlmiş minlərlə kolxozçu balaları, fəhlə və qulluqçu uşaqları bu institutda təhsil alır. Belə tələbələrdən biri Tarix Fakültəsinin 4-cü kurs tələbəsi Züleyxa Qurbanovadır. Artıq tələbəlik illəri sona çatmaq üzrədir. Mən bu fürsətdən istifadə edib, institutumuzun 50 illik münasibəti ilə öz müəllim kollektivimizi ürəkdən təbrik edib, onlara uzun ömür və işlərində müvəffəqiyyətlər arzu edirəm. Və mən onlara söz verərək deyirəm, əziz müəllimlərim, mən sizin verdiyiniz borcu yerinə yetirərək, dahi rəhbərimiz Vladimir Leninin oxumaq və yenə də oxumaq prinsifinə əsaslanaraq gənc nəsli tərbiyə edəcəyəm. Yubiley günündə institutda saç-saqqal ağartmış müəllimlərin sevincinin həddi hüdudu yoxdur. Belə müəllimlərdən biri Professor Həmid Qədirovdur. Siz Azərbaycan Pedaqoji İnstitutunun 50 illiyi haqqında nə deyə bilərsiniz? İnstitut təşkil olunanda kiçik bir ali məktəb idi. Hal-hazırda Komünist Partiyası Sovet Dövlətinin qayğısı nəticəsində institutumuza onlarla elmlər doktoru, yüzlərlə elmlər namizədi profesör dəstən çalışır. İnstitutumuz indi ölkədə görkəmli elm mədəniyyət ocaqlarından birinə çevrilmişdir. Şübhə yoxdur ki, gələcəkdə də institutumuz müəllim hazırlığı içində elm mədəniyyətinin inkişafı sahəsində ötəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir. ATİ-nin 50 illiyi münasibəti ilə Respublika İctimaiyyətinin təntənəli yığıncağı oldu. Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yoldaş təbrik nitqi söylədi. Дорогие товарищи, в радостный день празднования 50-летия основания Азербайджанского педагогического института имени Владимира Ильича Ленина, позвольте мне от имени Центрального комитета Коммунистической партии Азербайджана, Президиума Верховного Совета и Совета министров Азербайджанской ССР горячо и сердечно поздравить коллектив института со славным юбилеем и высокой наградой Родины орденом Трудового Красного Знамени. Əliyev yoldaş institutun beynəlmiləl müəllim kollektivinin yalnız Azərbaycan üçün deyil, qardaş Sovet Respublikaları üçün də qayğı ilə pedaqoji və elmi kadrlar yetiştirdiklərini yüksək qiymətləndirdi. İşdə böyük müvəffəqiyyətlər arzuladı. Центральный комитет Коммунистической партии Азербайджана уверен, что коллектив Азербайджанского государственного педагогического института имени Владимира Ильича Ленина, воодушевленный отеческой заботой партии и правительства по развитию высшего образования, отвечая на высокую награду Родины, с честью справится с возложенными на него задачами. Heydər Əliyev yoldaş SSR Ali Soveti Rəyasət Heyəti adından Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna Qırmızı Əmək Bayrağı ordenini təqdim etdi. Təntənəli gecədə institutun rektoru Professor Haşim Ağayev ATİ-nin keçdiyi 50 illik yol haqqında məruzə etdi. Sovet ziyalı dəstələri və eləcə də müəllim kadrları hazırlaması işi həmişə partiya və dövlətimizin diqqət mərkəzində olmuşdur. Bununla əlaqədar olaraq Lenin hələ 1920-ci il noyabrın 3-də siyasi maarif bölmələrinin Umumi Rusiya müşavirəsindəki nitqində demişdi.
İndi biz yeni müəllimlər heyəti tərbiyə etməliyik. Bunlar partiya ilə, onun ideyaları ilə sıx əlaqədar olmalı. Onun ruhunda olmalı. İnstitutun qocaman müəllimlərindən professor Zöhrə xanım Şahtaxtinskaya gənclərə institutun ötən günlərindən, ilk çətinliklərdən danışdı. Leninin şagirdi və silahdaşı Nəriman Nərimanovun imzaladığı dekretlə Azərbaycan Pedaqoji İnstitutu təsis edildi. Xalq Maarif Komissarı Dadaş Bunyadzadə, müəllimə Lukyanova, Həbib bəy Mahmud Bəyov, Sara xanım, Məmməd bəy Əfəndiyev, Mustafa Quliyev, Fətulla bəy Rızabəyli AP-nin təməl daşını qoyanlardandırlar. 90'a yaxın yaşı olan Professor Məmməd bəy indi təqaüddədir. AP-nin ilk direktorlarından olan bu qocaman maarif xadimini tələbələr, gənc müəllimlər heç vaxt unutmurlar. İnstitutun 50 illik bayramında yenə tələbələr və gənc riyaziyyatçılar əziz professoru təbrik etməyə gəlmişlər. İndi institut ölkənin ən böyük ali pedaqoji məktəblərindən biridir. Onun 15 fakültəsində təqribən 15.000 tələbə oxuyur. İnstitut indiyə qədər 40.000 müəllim hazırlamışdır. İnstitutun yetirmələri arasında SSR Elmlər Akademiyasının müxbir üzvləri, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvləri, Sovet İttifaqı qəhrəmanları, sosialist əməyi qəhrəmanları, xalq yazıçıları və şairləri, yüzlərlə elmlər doktoru və namizədləri vardır. İnstitutun professor müəllim heyətindən 7 nəfərinə Azərbaycan SSR-nin əməkdar elm xadimi, 11 nəfərinə Azərbaycan SSR-nin əməkdar müəllimi adı verilmiş və 42 nəfər müəllimi isə Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. AP-nin yarım əsrlik yubileyini Moskva Pedaqoji İnstitutunun prorektoru Taşkan, Azərbaycanın xalq yazıcısı Mirzə İbrahimov, Tbilisi Pedaqoji İnstitutunun nümayəndəsi Danidze, Yerevan Pedaqoji İnstitutunun nümayəndəsi Melkumyan, Qırğızstan Pedaqoji İnstitutunun rektoru Əbdüləzizova və başqaları ürəkdən təbrik etdilər. İnstitutun kollektivinə yeni müvəffəqiyyətlər arzuladılar. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutu yeni qələbələrə doğru yenə də əzmlə irəliləyəcəkdir.